Salam hər bir kəsə, mən Bəşirbayev. Ümid edirəm ki, hər kəs yaxşıdır. Bugünkü videoda zaman mövzusunun davamı olan keçmiş sadə zaman forması, yəni past simple tense formu izah edəcəm. Ümumi olaraq uşaqlar, adından da bəlli olduğu kimi bu zaman forması keçmişdə baş verən hərəkəti bildirir. Düzdür, biz ingilis dilində keçmişi ifadə etmək istəyirsə müxtəlif zaman formalarımız var. Past simple tense var, past continuous tense var, past perfect var, past perfect continuous var və s. Amma bugünkü dərsimizdə biz sırf fokuslaşacaq nəyə? Keçmiş sadə zaman formasını, yəni past simple tense. Ümumi olaraq bu zamanı düzəltmək rahatdır. Əgər siz present simple, yəni bundan öncəki videonun tam dərinliyini anlamısınızsa, onsuz o video çox dərin şəkildə izah eləmişəm. Yəni onu məsələn çox qısa şəkildə də 10 dəqiqə içərisində izah edib keçə bilərəm, amma məsələn o videomuz görürsə nə qədər uzundur, çünki bacardığımdan artıq qədər detallı izah eləmişəm ki, tam sizə aydın olsun. Heç bir beyninizdə sual qalmasın. Amma yenə də sualınız ola bilər əlbəttə ki, sualınız olan təqdirdə də mütləq yazıb soruşursunuz. Ümumi olaraq biz feillər keçmiş zaman keçirəcəyik. Məsələn, deyirəm I go, bir dəqiqə qələm açaq. Bu bizdə indiki zamandır, düzdürmü? Amma bunu keçmişə çevirəndə mən go-nu avtomatik keçmişə çevirməliyim. Bəs yaxşı, mən go-nu necə keçmişə çevirək? Artıq bunu birinci hissədə öyrənəcəyik. İlk öncə biz danışacağıq affirmative forms, yəni təsdiq formasından. Ümumi olaraq keçmiş zamanda işlənməsinə görə feillər iki qrupa bölünürlər. Bunlar qaydalı feillər və qaydasız feillərdir. İngilis dilində qaydalı feillərə regular verbs deyirik. Deməli, qaydalı feillər nə oldu? Regular verbs. Bəs yaxşı, bu qaydalı feillər necə düzəlir? Qaydalı feillər bir qayda olaraq feilin sonuna id artırmasına düzəlir. Məsələn, dance qaydalı feildir, onun keçmişini düzəldəndə biz nə edirik? Sonuna id əlavə elədik. Və yaxud da play qaydalı feildir, onun keçmişini düzəldəndə nə edirik? İd əlavə elədik. İndi bu idin artırmasından bağlı bəzi qeydlər var. Gəl mən sizə onları sizin üçün yazım. Mən boş verə qaçım. Ki, idi necə əlavə edirik. Ümumi olaraq uşaqlar, normal olaraq yəni bildiyiniz ki, burada məsələn play'dir. Play'i biz keçmişə çevirəndə avtomatik sadəcə idi artırdıq. Play'd oldu. Yəni başqa yerə yazım ki, side olsun. Amma bunlarda bəzi qeydlər var. Gəlin ilk öncə başlayaq. Sonu y hərfi ilə bitən feillərin idi artırılması ilə. Burada iki nüans baş verə bilər. Yəni siz bunu ortadan yazım ki, onu daha rahat aydın olacaq. Deməli, əgər feilin sonu y hərfindən bitibsə və biz ona id artırırıqsa, burada artıq iki nüans olacaq. Hansı nüanslardır? Gəlin baxaq. Əgər y-dan əvvəl side gəlirsə, vowel side deməkdir uşaqlar. Yazıbsanca da yazın bura. Side gəlirsə, sadəcə id əlavə edəcəksiniz. Məsələn, gəlin baxaq. To play yazaq. Elə yuxarıdan olsa qeyd eləmişdik. Play-də nədir? Y-dan əvvəl bizdə A gəlib. Adı nədir? Side. Sadəcə deməli ona id əlavə edəcəksiniz. Plus id yazdım çünki o to'sunu silməliyəm. Nə olacaq? Played. Və yaxud da ki, ola bilər stay. Biz stay-ə id əlavə edəcəyik sadəcə. Niyə? Çünki y-dan əvvəl side gəlib. Və yaxud da enjoy. Burada da sadəcə id əlavə edəcəyik çünki y-dan əvvəl side gəlib. Deməli, y-dan əvvəl side gələndə sadəcə biz ona nə artıracağıq? id. Bu belə. Bəs yaxşı. Y-dan əvvəl samit gələrsə, gəlin oxu biraz aşağı uzaldım. Deməli, y-dan əvvəl, yəni y-dan əvvəl samit, yəni constant gələrsə, onda nə baş verir? Əgər gördünüz ki, yəni feilin sonu y ilə bitib və y-dan əvvəl samit gəlibsə, onda y düşür, id əlavə olunur. Elə isimdəki kimi də bir növ isimliyə oxşuyur. Məsələn, gəl try feilinə baxaq. Try-da deməli y-dan əvvəl r samit gəlib. Onda nə edəcəksiniz? Y-ni silirsiniz, id əlavə eləyəndə, onun əvəzinə I verirsiniz, üzərində də id gəlirsiniz. Tried olur. Və yaxud da to tidy feilini düzəldək. To tidy-də də y-dan əvvəl nə gəlib? Samit. Ona görə də nə olacaq? Tidied. Və yaxud da ki, baxa bilərik study sözünə. To study. Burada da y-dan əvvəl nə gəlib? Samit. Samit olduğuna görə sadəcə nə olacaq? Studied. Y düşür, ed veririk. Bu belə. Sonra digər nüans nədir? Sonu e ilə bitən ikinci qeydi deyirəm sizə. Bu y hərfindən yuxarıdakı. İndi sonu e ilə bitən feillərdən danışırıq. Əgər feilin sonu e ilə bitibsə, onda sadəcə olaraq biz id-dəki e-ni silirsiniz. Məsələn, gəlin götürək invite feilini. Invite-də görür sözün sonu e ilə qutarır. Biz ona id əlavə eləyəndə əslində necə olmalıydı? Invited. Belə olmalı, düzdürmü? Amma bu səhv versiyadır. Niyə görə? Bu iki dənə e-ni verməyə ehtiyac yoxdur. Bir dəfə e verdinizsə kifayətdir. Məsələn, bu qayda eyni formada aiddir arrive feilinə də. Arrive-də id artıranda elə bil e-nin birini silirsiniz. Və yaxud da ola bilər prepare feili. Bunda da eyni formada. Sonra e ilə bitib deyə id artıranda olacaq prepared. E-nin bilir silirsiniz. Bu belə.
Sonra davam eləmək istəyirəm 3-cü qeydlə. Bu çox maraqlı qaydalardan biridir. Bunun adına mən uşaqlara deyirəm ki, CVC kimi yadda saxlayın. Bu CVC nədir? Gəlin baxaq. Uşaqlar, bəzi feillər var ki, onlar tək hecalıdır. Gəlin öncə sizə tək hecanın ingiliscə necə tapılmasını öyrədim. Azərbaycan dilində heca necə tapılır? Deyirik ki, sözdə neçə dənə sait hərf varsa, o qədər heca var. Amma ingilis dilində isə yazılışa görə deyil, tələffüzə görədir. Sözü tələffüz edirik. Neçə dənə sait səs varsa, hərf demirəm amma sait səs varsa, o qədər də heca var. Deməli, əgər təkəcalı feil samit ilə bitərsə və kökündə qısa vurğulu sait səs olarsa, onda id əlavə edəndə sonuncu samitimiz qoşulaşmalıdır. Bu nə deməkdir? Gəlin buna baxaq. Bir dənə götürürük plan. Planlaşdırmaq feilimiz. To plan. Necədir? Plan tək hecalıdır, çünki bir dənə sait səs var. Və sonunda nə ilə qutarıb? Elə bir CVC kimi qutarıb. Samit, sait, samit. Constant samit deməkdir. Vowel sait deməkdir. Yəni constant samit deməkdir. Demək, tək hecalıdır. CVC ilə bitib. Biz buna id əlavə edəndə avtomatik sondakı n qoşulaşacaq. Ona görə də nə yazacağıq? Planet. Və yaxud da ki, baxa bilərik stopa. Stopda da yenə həqiqətən yoxlasaq görürük ki, CVC-dir. Samit, sait, samit. Biz buna id əlavə edəndə avtomatik sonuncu deməli samitimiz qoşulur, stopda olur. Eyni formada dropa da əlavə edə bilərsiniz. Dropa da id əlavə edəndə olacaq nə? Dropped. Yəni bunu mütləq yadda saxlayın, çünki yazılışlar üçün vacibdir. Deməli, bu CVC formamızdır. Yəni samit, sait, samitdə necə olur? Amma bu yenə deyirəm, tək hecalara aiddir. Yalnız tək hecalı feillərə. Tək hecalı olsun və sonu samitlə bitsin. Bu belə. Gəlin davam eləyək. Təsdiqdəki biz nümunələrə baxırdıq. Orada qalmışdıq, o davam eləyək. Deməli, bəs yaxşı, bu qaydalı feilləri məncə anladınız. Qaydalı feillər sadəcə nə edirik? Sonuna id əlavə eləməklə düzəldir. Bu çox rahatdır. Yəni heç bir başqa bir şey öyrənməyə ehtiyac yoxdur. Sadəcə sonuna hamısı id əlavə eləyəcəksiniz, amma yazılış qaydalarını unutmayın. Bayaq hansı ki öyrətdik sizə. Bir də var bizim irregular verbs, yəni qaydasız feillər. Bunların adından da bəlli olduğu kimi, qaydasız feillərin keçmiş zamanı düzəldilməsi üçün uşaqlar xüsusi bir qayda yoxdur. Onlar arxaik yolla düzəlir, yəni kökdən dəyişirlər. Məsələn, cut bu bizim base formamızdır, yəni başlanğıc forma. Bunun keçmişi də eyni formada qalır. Deməli, birinci versiya necə ola bilər? Base formla, başlanğıc forma ilə keçmiş zaman forması eyni qala bilər. Məsələn, cut, let, put və s. Sonra bir hərfi dəyişənlər ola bilər. Məsələn, sing, sang olub. Sadəcə bir hərf dəyişdi. Və yaxud da ki, tamamilə kökündən dəyişən ola bilər. Go, çevrilib went ola bilər. Aydındır. Irregular verbslər əlbəttə ki, əzbərləmək lazımdır. Çünki bunun sadə bir qaydası yoxdur ki, deyək ki, hə, məsələn, qaydalarda necə idi? İd əlavə olunurdu. Amma qaydasına adından da bəlli olduğu kimi xüsusi bir qaydamız yoxdur. İndi məsələn, I go indiki zaman isə biz keçmişdən eləyəcəyik. Əlbəttə ki, go-nun keçmişini istifadə edəcəyik. Go-nun keçmişi də hansıdır? Went olacaq. Gəlin buradakı nümunələrə baxaq. For example, I went to school last week. Burada bizim went'imiz keçmiş zamandır. They traveled to Norway when she was 12. Burada traveled keçmiş zamandır. She played video games in the past. Burada da played'imiz keçmiş zamandır. Bu bizim oldu affirmative form, yəni təsdiq formamız. Gəlin davam eləyək, bunların bəzi suallarını işləyək. Birinci sualda nə deyir? Open the brackets and use the verbs in the past simple affirmative form. Mötəzələri açın və verilmiş feilləri keçmiş zamanda təsdiq formasından istifadə edin. Gəlin başlayaq birincidən. Nermin to study at home yesterday. Biz bu to study-ni zamana görə dəyişməliyik. Yesterday avtomatik olaraq keçmiş zamandır deyə study də keçmişdə olmalıdır. Və bayaq qeyd etdiyim kimi, y-da 2 hal baş verirdi. Əgər y-dan əvvəl sait gəlirdisə, sadəcə id əlavə edirdik. Amma y-dan əvvəl samit gəlirdisə, hansı ki bu versiyada y-dan əvvəl samitimiz gəlib. Onda y düşür, id əlavə olunur. Deməli, burada cavabımız olacaq studied. Sonra play qaydalı feildir. Sadəcə id artıracaqsınız, olacaq played. Arrive də qaydalı feildir. İd artıracaqsınız, amma e-nin biri mütləq düşməlidir. Try də qaydalı feildir. Burada da y-dan əvvəl samit gəldiyindən görə y düşəcək, id əlavə olunacaq. Beşincidə rob, bu CVC formasıdır. Niyə görə? Çünki rob tək hecalıdır və samit, sait, samit kimidir. Ona görə avtomatik olaraq id əlavə olunanda b qoşulaşacaq. Sonra 6-cı, 7-ci və 8-ci suallar sizlər üçündür. Onları cavablandırarsınız. Davam edirik inkar formasından. Uşaqlar, biz bundan öncəki videoda present simple-dan danışdıq. Present simple-da inkarı düzəltmək üçün do, don't və doesn't-dan istifadə edirdik. Keçmiş zamanda isə istifadə edəcəyik nədən? Did not-dan. Uşaqlar, did not-un qısaltılması isə didn't-dır. Burada da məsələn, gəlin nümunə yazaq.
Yuxarıda yazdıq ki, I went. İndi mən bunu inkarda yazmaq istəyirəm. Bunu inkarda yazanda I-dan sonra didn't verirsiniz. Bir dənə bunun bir şeyi yaxşıdır ki, uşaqlar, bütün şəxslərlə təkcə fərq yox, hamısı didn't olur. Və buradakı əsas feilimizi başlanğıc forması, yəni base formaya qaytarmaq lazımdır. Went-in də əvvəlki forması nədir? Go. Gələcəksə present simple-da belə bir qeyd demişdim sizə. Bütün sadə zamanlarda, istər indiki sadə, keçmiş sadə, gələcək sadə, fərqi yoxdur. Sual və inkarda əsas feil hara qayıtmalıdır? Başlanğıc formaya. Məsələn, deyirəm ki, they wrote an email. Onlar mail yazdılar. Bunun indiki zamanda, bəs inkar necə olacaq? İndiki zaman nə idi? İnkarda nə olacaq? They didn't write. Çünki wrote-un başlanğıc forması write-dir. İndi gəlin buradakı nümunələrə baxaq. I didn't read a newspaper yesterday. Əkbər and Raul didn't go to school. Bəzən uşaqlar deyir ki, müəllim səhv yazmısınız. Deyirəm, niyə? Deyir, bəs siz keçmiş zamanda go vermisiniz. Bəs burada didn't var. Siz didn't-a görə əvvəlki əsas feili əvvələ qaytarmalısınız. They didn't travel last year. Bunlar bizim nə oldu? İnkar formalarımız. Gəlin elə inkarla bağlı testlərdə işləyək, sizə tam aydın olsun. Part 3-ə nə deyir? Make the sentence negative using didn't. İndi bu cümləyə baxırıq. We stay at my grandparents' house last year. Bizdə stayed feilimiz, deməli, mübtədamız olduğu kimi qalacaq. İnkar yarat deyirdi, avtomatik didn't verəcəyin və stay-dəki id-ni seçməliyik, dası silməliyik. Çünki stay keçmiş zamandadır. Biz onu başlanğıc formasına qaytarmalıyıq. Və cümlənin daxili olduğu kimi qalacaq. We didn't stay at my grandparents' house last year. My sister answered all my questions correctly. Deməli, my sister olduğu kimi qalır. Answered keçmiş zaman üzərində didn't verəcəyin və answerin sonundakı da id mütləq düşməlidir. Üçüncüyə baxaq. My friends wanted to see my parents. Burada da olacaq my friends. İnkar yaradıq deyə mütləq didn't veririk. Və yaxud da siz bunu uzun formada da yaza bilərsiniz uşaqlar. Did not. Want-un da mütləq id-sini salırıq. My friends didn't want to see my presents. Sonra davam edə dördüncülə. Orxan started writing music at the age of 4. Burada da yenə Orxan olduğu kimi qalır. Started də nə olacaq? Didn't start. 5, 6, 7, 8 sizlər üçün suallardır. Bunları mütləq yazarsınız. Davam edir sual formasına. Uşaqlar, sual formasına did mübtədanın əvvəlinə keçir və yenə deyirik, əsas feil də başlanğıc formasından qaytarılmalıdır. Məsələn, elə bu cümləni gəlin suala çevirək. They wrote sualı çevirəndə keçmiş zamanı deyə did veririk. They mübtədamız qalır və feil də əvvəlki formasına qayıtmalıdır. Sual işarəsində qoymağı unutmayın. Did you buy the book? Did Fərid and İlyas read their lessons? Did your friend write a letter? Did she learn a new foreign language? Burada gördüyünüzsə bütün əsas feillərimiz başlanğıc formasındadılar, yəni base formasındadılar. Burada da qeyd etmişəm ki, sual və inkarda mübtədəyə görə yalnız did dəyişir, yəni əsas feil bütün şəxslərdə eyni qalır. Məsələn, bilirsiniz, burada go-dur, burada da go-dur, burada da go-dur, burada da go-dur. Niyə? Çünki bunlar sual və inkar cümlələrdir. Sual və inkarda keçmiş zamanda əsas feilə toxunmaq olmaz. Qeydləri keçməmişdən öncə gəlin davam eləyək part 2 ilə. Part 2-də bizə nə deyir? Make the sentence interrogative using did. Verilmiş cümlələrə sual çevirməliyik, diddən istifadə etməklə. Okay. Onda diddən başlayırıq, did əvvələ yazdıq. Sonra diddən sonra mübtədamız gəlməlidir. Sonra əsas feili verməliyik. Əsas feilin olması sonundakı mütləq id-ni salırsınız. Çünki did artıq keçmişi göstərir. Football at school. Did they play football at school? Sonra she posted a letter to her friend. Yenə keçmiş zamanı da did verdik. She mübtədamız olduğu kimi qalır. Postedin sonundakı id-ni mütləq salırıq. A letter to her friend. Əslində bunu cümlənin sonuna köçürməyimə ehtiyac yoxdur. Sadəcə yenə də yazıram ki, tam aydın olsun. Üçüncüdə, my brother worked in the bar. Yenə sualdır deyə did qarşıya keçdi. Mübtədamız olduğu kimi qalır. Əslində burada your brother da verə bilərsiniz. Yəni sualda, amma fərqi yoxdur. Work'un sonundakı mütləq id-ni salırıq. Work olacaq. Harda? In the bank. Sonra dördüncüdə, her father played chess very well. Yenə did. Her father. Play'in sonundakı id-ni salırıq. Chess very well. Sual işarəsini unutmuruq. Uşaqlar 5, 6, 7, 8 sizlər üçündür. Mütləq bunları cavablayarsınız. Davam edirik qeydlərimizlə. Bunu bayaq artıq izah elədik. Davam edirik. İlk öncə başlayaq zaman zərflərindən. Keçmiş sadə zaman zərfləri hansılardır? Yesterday, dünən. The day before yesterday, sırağa gün. Once upon a time, günlərin bir günü.
In 1999, belə deyək də 2026-dan öncəki illər, yəni hal-hazırda biz 2026-cı ili, yəniildəyik. 2026-dan əvvəlki illər 2025, 24, yəni keçmiş sayılır. Bunlar hamısı istifadə edə bilərsiniz. Ago əvvəl, məsələn 3 days ago 3 gün əvvəl, 5 years ago 5 il əvvəl, 10 centuries ago 10 əsr əvvəl və s. In one's childhood uşaqlığında, burada uşaqlar once o deməkdir ki, sən bunu şəxsə görə dəyişə bilərsən. Məsələn, Bəşirin uşaqlığını deyəcəksə, in Bəşir's childhood. Nə bilim, mənim qardaşım uşaqlığında, in my brother's childhood. Və yaxud da buradakı in one's yox cavanlığını deməkdir. Məsələn, in my grandparents' childhood. Böyük valideynlərimin uşaqlığında. Və yaxud da in my father's childhood. Atamın cavanlığında. Sonra, indiki zamanda əsas zaman zərfimiz every idi. Məsələn, every day, every week, every year və s. Keçmişdə isə bu lastdır. Məsələn, last week, last year, last month və s. Sonra, məsələn, 5 yaşım olanda, when I was 5 və yaxud da mən Londonda onu deyə bilərsiniz. When I was in London. Bir də keçmişdə nə olacaq? In the past. Yəni, bunlar əsas istifadə olunan formalardır. Əlbəttə ki, daha çox formada yazmaq olar. Məsələn, bu birləşməyə görə siz əlbəttə ki, bunu çoxalda bilərsiniz. Yəni, dəhşət dərəcə yaza bilərsiniz. Məsələn, mən məktəbdə olanda, when I was at school və s. Sonra notumuzun birincisinə baxaq. Uşaqlar, keçmişdə ardıcıl baş verən hərəkətləri bildirəndə istifadə olunur. Yəni, ümumi olaraq, əgər hərəkətlər ardıcıl baş veribsə, bu keçmiş zamanda istifadə oluna bilər. Məsələn, nümunəyə baxaq. Bəşir got up, Bəşir oyandı, washed, yuyundu, dress, paltarını geyindi, had his breakfast, səhər yeməyini yedi, and went to school, məktəbə getdi. Bizdə 5 dənə hərəkətimiz var. Bu 5 dənə hərəkətimiz nə edib? Ardıcıl baş verib. Əlbəttə ki, ona görə də biz bunu keçmiş zamanda istifadə edirik. Və keçmiş zamanla bağlı növbəti qeydimiz used to ilə, daha sonra zaman zərfi ilə bağlıdır. Uşaqlar, biz present simple-da bəzi zaman zərfi öyrənmişdik. Usually, never, sometimes və s. Bunlar əsasən, yəni daha çox hallarda present simple zaman zərfidir. Amma bu o demək deyil ki, siz bunu digər zamanlarda istifadə edilməzsiniz. Məsələn, mən onda necə deyim ki, mənim əmim hər zaman televizora baxardı. Yəni keçmiş zaman, düzdürmü? Həmişə istifadə etməliyəm. Əlbəttə ki, always verəcəksən. Ona görə də məsələn bəzi cümlələrdə always-i, usually-ni görəndə keçmiş zamanda çaşıb qalmayın ki, ayda bu necə oldu, səhvdir görəsən. Xeyr, səhv deyil. Sadəcə istifadə oluna bilər. Məsələn, I always visit my uncle in my childhood. Uşaqlığımda hər zaman əmmimi ziyarət edərdim. I usually took a taxi when I live in London. Görürsünüz, burada da usually-ni always istifadə olundu. Növbəti qeydimiz isə bizdə used to qaydası ilə bağlıdır. Çox vacib qeydlərdən biridir. Bəzən cümlə qurmaq istəyirik. Cümlədə məqsədimiz nədir? Keçmişdə təkrarən baş vermiş, lakin bu günlərdə artıq baş verməyən hərəkətlər var ki, yəni onu keçmişdə çox eləmirsiniz, amma indi eləmirsiniz. Bunu ingiliscə demək üçün used to birləşməsindən istifadə olunur. Məsələn, I used to draw different houses in my childhood. Uşaqlığımda müxtəlif evlər çəkərdim. Bu deməkdir ki, mən hal-hazırda müxtəlif evlər çəkmirəm. Və yaxud da deyirəm ki, I used to watch TV when I was 5. 5 yaşım olanda televizor izləyərdim. Bu demək ki, mən artıq izləmirəm. Used-nun bir şey rahatdır ki, bütün şəxslərdə used istifadə olunur. Ay burada s artırarsınız, ing artırarsınız, d-ni silərsiniz, heç bir şey yoxdur. Təsdiqdə, yəni affirmative formada used to plus verb olur. Bəzən belə verirlər uşaqlar. Bu səhv versiyası, çünki d-sı yoxdur. Bəzən belə verirlər used go. Bu da səhvdir, çünki to-su yoxdur. Yenə deyirəm, qaydamız nədir? Used to plus verb. Bəs yaxşı, bu formaların sual və inkar necə düzələcək? Normal keçmiş zaman necəsə, bu da eyni formada. Məsələn, bunun sualı necə olacaq? Did you use to draw different houses in your child olmalıdır burada. Burada yenə, məsələn, did verdik deyə use'un d-sını avtomatik saldıq. I didn't use to draw different houses in my childhood. Bu formada. Gəlin, məsələn, başqa bir sizin üçün cümlə yazaq. Elə yuxarıda yerimiz var idi, bir dəqiqə oraya gəl. Bunu, məsələn, qeyd edə bilərik. Məsələn, deyirəm ki, Alex used to live in Füzuli. Alex Füzulidə yaşayardı. Bunun mənası o deməkdir ki, bu insan əvvəl yaşayıb, amma indi Füzulidə yaşamır. Məsələn, bunun imkanı yazaq elə. Alex, keçmiş dediyi avtomatik yenə didn't veririk. Yüzün sonundakı d-ni mütləq salırıq. To live in Füzuli. Sualda isə, elə sualda yazaq. Did əvvələ gəlir, mübtədamızı veririk. Yüzü istifadə edirik. In Füzuli. Tez-tez yazıram ki, videonun vaxtı çox da olmasın, sizin yəni yormasın. Ona görə biraz xəttim sərgəsiz olur, üzr sayəsində. Okay, keçmiş zamanla bağlı bu qədər. Gəlin geri qalan tapşırıqlarımızı işləyək. 3-cü tapşırığı bayaq işləmişdik. 4-ə baxaq. 4-də nə deyir? Choose a correct mistake in the sentence. Cümlədə olan səhvləri düzəldin. Gəlin birinciyə baxaq. Bu editing sayılır da. Yəni səhvləri elə bir düzəldirik, edit deyirsiniz. Birinciyə baxaq. She didn't saw a big dog in the park. Uşaqlar, biz bilirik ki, didn't veririksə, əsas feilimiz əvvəlki formasına qayıtmalıdır. So yox, see olmalı idi. She didn't see a big dog in the park olacaq.
İkincidə I write a letter to my friend yesterday. Write ola bilməz, çünki write qaydası feildir. Onun keçmişi wrote olur. I wrote a letter to my friend yesterday olmalıydı. Üçüncüdə the children have their lunch in the canteen. Burada da have səhvdir. Çünki have qaydası feildir. Onun keçmişi had olur, have deyil. Did Inger took photos of birds in the garden. Did-lə sual verilmişsə əsas feil əvvəlki formasına qayıtmalıdır, base formasına, yəni took yox, take olmalıydı. Xəyyəm and his sister was afraid of the bear. Xəyyəm və onun bacılarından söhbət gedir. Avtomatik burada 2 nəfərdən çoxdur deyə was yox, were olmalıdır. Gülşən bought a new computer yesterday. Bought ola bilməz, çünki buy qaydasız feildir. Onu keçmişdə bought kimi istifadə edəcəyik. He got abroad and took photos of wars. Go qaydası feildir, id-ilə düzəlmir, went olacaq. My mother teach English at school. Bu da səhvdir, çünki teach qaydası feildir, o taught olur. Başqa var? Yox, 5-ci suala baxırıq. Fill in the blanks with the correct past simple form of the verb in the parentheses. Be careful with the regular and irregular verbs. Deməli, mörtəzələrin arasında verilmiş feillərin keçmiş zamanını düzgün boşluqlara yazın. Qaydalı və qaydasız feillərindən diqqətli olun. Məsələn, birinci mörtəzədə görürük ki, C-dir. C qaydasız feildir. Ona görə bura yerləşəcəkdir də, bura yazaq mörtəzənin içərisinə. C çevrilib keçmiş zamanda so olacaq. Finish qaydalı feildir. Keçmişdə onun üzərinə sadəcə olaraq id artıracaq. Üçüncüdə go qaydası feildir. Sadəcə olaraq went artıracaq. Dördüncüdə eat qaydasız feildir. Keçmiş olur ate. Beşincidə biz inkar yaratmalıyıq, çünki not var. Ona görə did, not, call olur. 6-da, 7-də, 8-də sizin suallarınızdır. Onları cevaplayarsınız. Past simple qaydasından bu qədər. Nəsə sualınız olursa hər zaman kimi qeyd eləməyi, soruşmağı unutmayın. Hər birinizə uğurlar.